Deməli, 9-cu sınağın izahı. Deyir ki, çevrədə AB və CD vətərlərdir. AB 6x minus 3, CD də 4x plus 17-dir. AB və CD qövsləri bərabər konqruentdir. Biz bilirik ki, qövslər konqruentdirsə, onları gərən vətərlər də konqruentdir. Yəni, bu iki vətər bir-birinə konqruentdir. Yəni, 6x minus 3 bərabərdir 4x üstəgəl 17. 2x bərabər 20, x də bərabərdir 10. Yəni, sualın cavabı olur D bəndi. Loqaritm 3 əsasdan 2a-dır, 10 əsasdan 2b-dir, 6 əsasdan 5-i a və b ilə ifadə edir. Birinci, bir əsasdan başqa əsasa keçmə düsturuna görə biz bunları 10 əsasına keçirsək. Ondan sonra 5-i yazarıq 10 böl 2, 6-nı yazarıq 2 vur 3. Loqaritmanın xassəsinə görə bu lığı 10, yəni loqaritm 10 əsasdan 10 çıxılsın, loqaritm 10 əsasdan 2, bu da loqaritm 10 əsasdan 2 ilə loqaritm 10 əsasdan 3-ün cəmidir. Loqaritm 10 əsasdan 10 1 deməkdir, loqaritm 10 əsasdan 2 b deməkdir. Onu da gətirib bunların hamısını nəzərə alsaq, yəni şərtdə verilənləri, bizim cavabımız olar Y bəndi. Ver bu tənliyin köklərinin cəmini tapın. Biz bilirik ki, hasil o zaman 0 olur ki, vurğulardan heç olmazsa biri 0 olsun. 121 minus x kvadrat bərabər 0, yəni x kvadrat ya da bunu vurğulara ayırma ilə də yaza bilərik ki, yəni bu 11 minus x ilə 11 plus x-in hasilidir. X bərabərdir 11 və x bərabərdir mənfi 11. Digər tərəfdən kök altda 5 minus x bərabər 0, yəni 5 minus x bərabər 0, x bərabərdir 5. Bunu yazdıq yazmağına. Biz bilirik ki, bu tənlikdə kök varsa, dəyişənin mümkün qiymətlər çoxluğunu nəzərə alsaq, kökün altı mənfi olmamalıdır deyə x mütləq 5-dən kiçik və ya bərabər bir ədəd olmalıdır. Ona görə bizim bu kökümüz kənar kökdür, yəni tənliyi ödəmir. Tənliyin kökləri mənfi 11 və müsbət 5 sayılır. Bizdən də onların cəmini istədiyi üçün cavab mənfi 6, yəni A bəndi edir. Bu tənliyi həll etməyimizi istəyir. Bu tənliyi həll etmək üçün biz hər tərəfi kosinus 5x-ə bölürük. Sinus 5x bölünsün kosinus 5x üstə gəl kök altda 3 bərabərdir 0. Yəni tangens 5x bərabərdir mənfi kök 3. Bu da bizə trigonometrik tənliyə görə arctangens mənfi kök altda 3 üstə gəlinsin pk verir. Arctangens tək funksiyadır, mənfi keçir qabağına, kök altda 3-ü alırdı, pi bölünsün 3-də. Və x-i tapmaq üçün də hər tərəfi 5-ə böldükdə, mənfi pi böl 15, üstə gəl pk böl 5 alırıq. Yəni, B bəndi. Bu ifadənin qiymətini hesablayın. Bu ifadənin qiymətini hesablamaq üçün nəzərə alaq ki, deməli, 17-nin kvadratı 289 üstü 0 olduğu üçün 1. 2-nin üstü mənfi 2. 64, 2 üstü 6, üstündə də 3-də 2. 8-i 2-nin kubu, üstündə də mənfi 3-də 4 vur 32. 2 üstü mənfi 2 vurulsun. Qüvvəti qüvvətə yüksəltdiyimiz zaman qüvvət üstləri vurulur deyə 6-nı 3-də 2-yə vuranda elir 2 üstü 4. Burada da eyni prinsiplə alınır. 2-nin üstü mənfi 4, 32-ni də yazaq 2 üstü 5. 1 çıxılsın. Əsasları eyni olan qüvvətləri vuranda üstlər toplanırdı. Bunları toplayanda 2 üstü 2. Eyni şey burada da baş verir. Üstlərini toplayırıq. 2 üstü 1. 1 çıx 4 üstə gəl 2. Sualın cavabı mənfi 1. Yəni B bəndi. A parametrinin hansı qiymətində bu çoxədinin yazılışında x kvadratının əmsalı 2 olar. X kvadratının əmsalı. Baxırıq ki, bu mötərizələri vurub bütüdə aça bilərik. Amma daha qısa gələk. X kvadratını A-ya vuranda alarıq AX kvadratı. Bir də buradan mənfi 2x-i x-ə vuranda alarıq mənfi 2x kvadratı. X kvadratını mötərizə xaricinə çıxartsaq, bizim x kvadratının əmsalı A minus 2-dir. Bizə də deyir ki, o 3 olar. A minus 2 3-dürsə, deməli A 5-dir. Yəni, sualın cavabı C bəndidir. A parametrinin hansı qiymətində bu tənliklər sisteminin yeganə həlli var? Tənliklər sisteminin yeganə həlli o zaman olur ki, söhbət xətti tənliklər sistemindən gedir. A1 böl A2 bərabərdir, daha doğrusu bərabər deyil B1 böl B2. Yəni, x-in əmsalları nisbəti fərqlidir y-in əmsalları nisbətindən.
Buradan da A fərqlidir, 4 alınır. A 4-dən fərqlidirsə, deməli cavab D bəndidir. Düzbucaqlığının enini 10% artırıb uzunluğunu 20% azaltdıqda sahəsi necə dəyişər? Tutaq ki, düzbucaqlığının eni A-dır, uzunluğu da B-dir. Biz enini 10% artırırıqsa, bunu 10% artıranda olacaq 110%, yəni 1/1 A. Uzunluğunu 20% azaldırıqsa olur 80%, yəni 0,8 B. Biz yeni alınan əvvəlki düzbucaqlığın sahəsinin A vur B olduğunu bilirik. Yeni düzbucaqlığın sahəsi də enli uzunluğuna vuranda 0,88 AB edir. Faizin tərifini nəzərə alsaq, əgər AB 100%dirsə, bu da onun 88% deməkdir. Deməli, nə baş verib? 12% sahə azalıbdır. Yəni, 12% azalar A bəndi. Çevrəsinin uzunluğu 16 pi olan dairənin 45 dərəcəli mərkəzi bucağına uyğun olan sektorun sahəsi. Çevrənin uzunluğunun 2 pi r olduğunu nəzərə alsaq, bizdə radius olur 8. Deyir ki, dairənin 45 dərəcəli mərkəzi bucağı. 45 dərəcəlik mərkəzi bucaq, bax, buna uyğun olan dairə sektorunun sahəsini istəyir. Biz bilirik ki, bu 360-ın 45 hissəsidir. Yəni, sektorun sahəsinin ədədin hissəsini tapma kimi hesablaya bilirik. 360-da 45, yəni dairənin 360-da 45 hissəsi vur dairənin sahəsi olan pi r-in kvadratı. O da 8-də 1 eləyir onsuzda, yəni 360-da 45-i ixtisar elədikdə 8-in biri ixtisara getdi, sualın cavabı 8 pi oldu, yəni E bəndi. Rombun 60 dərəcəli bucaq qarşısındakı diaqonalı 14 cm olarsa perimetrini tapın. Biz bilirik ki, rombun iti bucaq tutaq ki 60 dərəcədir və bunun qarşısındakı diaqonal kiçik diaqonaldır. Bu 14 cm. Rombun tərəfləri bərabər olduğunu nəzərə alsaq, bu bir bərabəryanlı üçbucaqdır və bərabəryanlı üçbucaq təpə bucağı 60-dırsa, deməli, onun digər bucaqları da 60 olduğu üçün bu oldu bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaq olduğu üçün də 4 tərəfi də 14, yəni üçbucağın tərəfləri 14 oldu. Bunun da perimetri 4 dəfə 14, yəni 56 B bəndi oldu. Bu məsələdə biz necə işləyirdik? Bunu yada salaq. Deməli, bunu 3-cü paralellə rahatlıqla işləmək olur. Biz buradan 3-cü bir C paralel düz xəttini keçəcək. Bu 50-dirsə, burada uyğun bucaq olaraq 50-dir. 110-dan 50-ni çıxartıq 60-dır. 60-dan alfa daxili bir tərəfli bucaqlar olduğu üçün cəmi 180-dir. Yəni 180-dən 60-ı çıxaraq bizim axtardığımız bucağın 120 olduğunu müəyyən edirik. Belə bir məsələ çevirmə düsturuna aiddir. Biz buradan mötərizənin içərisində bunu eləyək. 7 alfa üstə gəl, 7 beta üstə gəl, beta şəklində yazaq. Yəni 8 betanı parçalayaq. Əgər alfa üstə gəl beta pi bölü 7-dirsə, buradan 7-ni mötərizə xaricinə çıxardanda alınan alfa plus beta üçün bu bizə pi verəcək. Yəni oldu pi üstə gəl beta. Çevirmə düsturuna görə 180-də trigonometrik funksiyanın adı dəyişmir. Amma 3-cü rübə düşdüyü üçün sinus 3-cü rübə mənfidir. Yəni mənfi sinus beta. Sualın cavabı A bəndi olacaqdır. Parabolanın qrafikinə əsasən A-nın, B-nin, C-nin işarələrini müəyyən edin deyir. Təbii ki, parabolanın qolları yuxarıdırsa A müsbətdir. Y oxu ilə kəsişmə nöqtəsi C-ni göstərdiyi üçün C də sıfırdan yuxarıda olduğu üçün müsbətdir. Qalır B-nin tapılması. B-nin işarəsini biz M-ə görə tapırdıq. Çünki M bərabərdir mənfi B böl 2A-dan B bərabərdir mənfi 2AM alırıq. M, yəni koordinat parabolanın təpə nöqtəsinin apsisi sıfırdan solda yerləşdiyi üçün mənfidir. A da müsbət idi. Onda bu hasilin işarəsi nə olacaq? Təbii ki, müsbət olacaq. Deməli, A da müsbət, B də müsbət, C də müsbət olduğu üçün cavab C bəndindir. Ənəli silsiləsində verilənlərə görə silsilə fərqini tapmağımızı istəyirlər. Biz buradan nə edə bilərik? Bitənliklər sistemi həll edə bilərik və yaxud da ki, xassələrdən istifadə edə bilərik.
Deməli biz bilirik ki, A5 ilə A9-un ədədi ortası A7-ni verir. Yəni A7, A5 ilə A9-un ədədi ortası olaraq 36/2 18-dir. Ondan sonra silsilə fərqini tapmaq üçün mən yazaram A7 çıxılsın A4 bölünsün 7 çıx 4. A7 yəni 18 çıxılsın 6 bölünsün 3. O da bizə 12/3 verdi 4. Yəni sualın cavabı oldu 4. Çünki silsilə fərqini istəyirdi, deyin. Körbucaqlı üçbucağın iti bucaq qarşısındakı tərəfləri 5 və 8 sm olarsa, üçüncü tərəfin uzunluğunu tapın. Ta ki, bu bizim körbucaqlı üçbucağımızdır və iti bucaqların qarşısındakı tərəflər uyğun olaraq 5 və 8-dir. Biz bu tərəfin ala bildiyi qiymətlər. Üçbucaq bərabərsizliyində körbucağın qarşısında duran tərəflə bağlı bir sualdır. Bu tərəf körbucağın qarşısında durduğu üçün məcburdur ki, kök altda 5-in kvadratı 8-in kvadratından daha böyük olsun, amma 5 ilə 8-in cəmindən kiçik olsun. 25 + 64, kök altda 89 və 12. Deməli, x bu aralda qiymət almalıdır. Bizdən bunun ən kiçik tam qiymətini istəyir. 89-dan sonra gələn, yəni kök 89, 9-dan nə qədər elədiyi üçün x-in ala bildiyi ən kiçik tam qiymət 10 olacaqdır. Bu iki qat bərabərsizliyi həll etmək üçün birinci hər tərəfi kəsidən azad etmək niyyəti ilə 3-ə vururuq. Sonra hər tərəfin üzərinə 5 əlavə edirik. -12-in üstünə 5 gəldik, -7. 21-in üzərinə 5 gəldik, 26. Sonra da hər tərəfi bölürük 2-yə, -3/5 ilə 13 arası. Bunu ödəyən ən böyük və ən kiçik tam ədədlərin cəmini istəyir. Ən kiçik tam ədədimiz -3-dür, ən böyüyü də 12-dir. Bunların da cəmi bizə 9 verir. Deməli deyir ki, K-nın azı qiymətində bu nöqtələr koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrik olan nöqtələri yada salsaq, həm x, həm y işarəsini əksinə dəyişməlidir. Onda belə çıxır ki, bunun absisi -4 olduğu üçün bunun absisi -4 olmalıdır. Yəni k kvadratı çıxılsın -7k üstəgəl 14 bərabər 4-dür. K kvadratı -7k üstəgəl 10 bərabər 0. Viet teoreminə görə bu tənliyin kökləri 2 və 5-dir. Digər tərəfdən bunun ordinatı 3-dürsə, bunun ordinatı -3 olmalıdır. Yəni k kvadrat minus 8k üstəgəl 12 bərabər 3. K kvadratı minus 8k üstəgəl 15 bərabər 0. Bu kvadrat tənliyin kökləri isə 3 və 5-dir. Deməli, hər ikisinin eyni anda ödənməsi üçün K-nın ortaq kökü olan 5-i götürməliyik. Yəni, sualın cavabı 5-dir. A çoxluğu B çoxluğunun alt çoxluğu olarsa, aşağıdakıları hesablamalıyıq. A, B-nin əgər alt çoxluğudursa, biz bilirik ki, A və B çoxluğunun birləşməsi bizə B-ni verir. Məsələn, şəkildə göstərək. Bu A-dır, B-nin alt çoxluğudur. Bunların birləşməsi daha böyük çoxluq olan B-ni verir. Və B-də də deməli 15 dənə element olduğu üçün birinci ifadənin qiyməti 15-dir. İkinci, B-nin A-dan fərqli olan elementləri. B-dəki 15 dənə elementin 11-i A-da da olduğu üçün deməli B-nin A-dan fərqli olan 4 dənə elementi var. Ona görə də sualın cavabı 19 olacaqdır. Gələk bu suala. Deməli 10 qəpiklik dəmir pulun kütləsi 2,5 qram, 50 qəpiklik dəmir pulun kütləsi 5,5 qramdır. 20 manat kağız pul 10 və 50 qəpiklərə çevrilib tərəzidə çəklikdə 290 qram alınırsa, neçə ədəd 10 qəpiklik götürülmüşdür? Tutaq ki, bizdə x ədəd 10 qəpiklik pul götürülübdür, y ədəd də 50 qəpiklik pul götürülübdür. Deməli, birinin kütləsi bildiyimiz kimi 10 qəpiklik 2,5-dir, 50 qəpiklik 5,5-dir. 20 manat kağız pulu 10 və 50 qəpiklərə çevirib tərəzidə çəkdikdə 290 qram alınırsa, deməli bizim götürdüyümüz ümumilikdə qəpiklərin cəmi 20 manatın çevrilməsindən əmələ gəldiyi üçün burada 10 vurulsun x, yəni x ədəd 10 qəpiklik, üstəgəl y ədəd 50 qəpikliyin cəmi 2000-dir. Və biz x ədəd 10 qəpikliyin hər biri 2,5 qram olduğu üçün bunun kütləsi 2,5 x qram, 50 qəpikliyin kütləsi 5,5 olduğu üçün 5,5 y qram bərabərdir 290 bu şəkildədir.
Birincinin hamısını 10'a bölə bilərik. Bölünürlər. X üstəgəl 5y bərabərdir 200. İkincini də məsələn 2'ye vuraq. 5x üstəgəl 11y bərabərdir 580. Bunlar buradan islah gedə bilsin deyənə təzədən birincini bir də mənfi 5'e vuracam ya da əvəzləyə bilərdim. Mənfi 5, mənfi 25y və mənfi 1000. Bu birisi də 5x üstəgəl 11y bərabərdir 580. Tərəf-tərəfə topladıqda mənfi 14y bərabərdir mənfi 420, y də bərabər edir 30. Y 30'dur, biz x'ə axtarırdıq. Gətirib yerinə qoyduqda x də bərabər olur 50. Yəni 50 ədəd 10 qəpiklik götürülübdür. ABC üçbucağının AM tənböləninin M ucundan ABC üçbucağının AM M ucundan AC tərəfini N nöqtəsində kəsən MN paraleldir AB düz xətti çəkildi. Yəni bu düz xətti çəkilir. AB 36'dır, NC 3'tür. MN parçasının uzunluğunu tapın. Deməli bu buradan tənböləndir. İki paralel düz xətti 3-cü düz xətdən kəsdiyimiz üçün çarpaz bucaqdır. AMN bərabər yanlı 3 bucaqdır. Yəni mən buraya x deyirəmsə, burada x'dir. Bu tərəfində M uzunluğu x plus 3'dür. Ondan sonra bu AM'in vəzifəsi bitdi. Bunu silim ki, daha rahat görək. AM'i silirəm buradan. MN'in AB'yə paralel olması bizə oxşar üçbucaqlar əmələ gətirir. Çünki bu bucaqla bu bucaq, bu bucaq uyğun bucaqdır. Bu bucaqla da bu bucaq uyğun bucaqdır. Bir üçbucağın iki bucağı o bir üçbucağın iki bucağına bərabər olduğu üçün bunlar oxşardır. Yəni üçbucaq ABC ilə NMC üçbucaqları oxşardır. Və oxşar üçbucaqların uyğun tərəfləri mütənasibdir. Yəni AB'nin NM-ə, 36'nın x'ə və AC'nin x plus 3'ün NC'yə, yəni 3'ə. X kvadratı üstəgəl 3x bərabərdir 108. Yəni x kvadratı üstəgəl 3x minus 108 bərabər 0 kvadrat tənliyi. Bu kvadrat tənliyin kökləri mənfi 12 və müsbət 9'dur. Təbii ki, parçanın uzunluğu mənfi olmayacağına görə MN'in uzunluğu 9'dur. Yəni sualın cavabı 9 olacaqdır. A parametrin hansı qiymətində bu funksiyanın qrafiki verilmiş düz xətlə bunun təpə nöqtəsi bu düz xəttin üzərində olur. Parabolanın təpə nöqtəsi MN'dir. M'in düsturu mənfi B bölünsün 2A'dır. Bizdə B'nin yerində durubdur 2A. A'mızın da yerində də A durdu. Böldü 2A mənfi 1. N'i tapmağın ən rahat yolu N bərabərdir FM idi. Aparıb X'in yerinə mənfi 1 qoyuram. X'in yerinə mənfi 1 qoyduqda, yəni A vurulsun mənfi 1'in kvadratı, 2A vurulsun mənfi 1, üstəgəl 3A çıxılsın 9. Bu da elədi A çıxılsın 2A, üstəgəl 3A çıx 9. Yəni sadələşdirdikdə 2A minus 9 alır. Yəni bu parabolanın təpə nöqtəsi mənfi 1, 2A minus 9 nöqtəsidir. Bu parabolanın təpə nöqtəsi. Bu nöqtə bu düz xəttin üzərində aparaq x və y-in yerinə qoyaq. Bu y-dir, bu x-dir. Yazıram 2A minus 9 bərabərdir 3 vur mənfi 1 üstəgəl 10. Yəni 2A minus 9 bərabər 7, 2A bərabər 16, A da bərabər 8. Bizdən də soruşulan buydu. K'nın hansı qiymətində bu nöqtələr arasındakı məsafə 17 vahid olar? İki nöqtə arasındakı məsafənin 17 olduğunu verir. İki nöqtə arasındakı məsafə düsturuna görə y-lərin fərqinin kvadratı və x-lərin fərqinin kvadratı. K minus mənfi 7, yəni K plus 7'nin kvadratı və 9 minus 1'in kvadratı bərabərdir 17. K plus 7'nin kvadratı üstəgəl 8'in kvadratı 64 bərabərdir 17'nin kvadratı. Yəni hər tərəfi kvadrata yüksələrək kökdən azad elədik. 289'dan çıxdıq 64'dü. Yəni K üstəgəl 7'nin kvadratı bərabərdir 225. Kvadratı 225 olan 2 dənə ədəd var. Bir dəfə mənfi 5'ə, bir dəfə də müsbət 15'ə bərabər elədik. K bərabər mənfi 22 və K bərabərdir 8. Bizə də K'nın hansı qiymətləri demişdi. Deməli, ikisini də götürməliyik.
Bu vektorların skalyar hasilinin ən kiçik qiymətini tapaq. Deməli, iki vektorun skalyar hasili bildiyimiz kimi x1 vur x2 üstəgəl y1 vur y2'dir. Apsisi apsisə vururuq. Yəni x kvadrat plus 1'i vururuq 1'ə, ordinatı da ordinata vururuq. Mənfi 2'ni də vururuq, mənfi 3x'ə. Alırıq x kvadrat üstəgəl 1 üstəgəl 6x. Bunu da sırasını belə düzəltsək, x kvadrat üstəgəl 6x üstəgəl 1 kvadrat üçədlisi alırıq. Bu kvadrat üçədinin ən kiçik qiymətini istəyir. Bunu tam kvadrat ayıraraq da eləyə bilərik və yaxud düsturla 4ac minus b kvadratı bölünsün 4a. Yəni mənfi 32 bölünsün 4 alındı mənfi 8. Yəni bu kvadrat üçədinin ala biləcəyi ən kiçik qiymət mənfi 8'dir. Perimetr 42 cm olan düzbucağının tərəfləri 3 və 4'dür. Düzbucağının tərəflərini biz uyğun olaraq 3K və 4K ilə işarələsək, perimetrdə bilirik ki, 2 vurulsun A üstəgəl B idi. Yəni 2 vurulsun 3K üstəgəl 4K bərabər 42'dən aldıq 14K bərabərdir 42, K bərabərdir 3. Yəni uyğun olaraq bu düzbucağının tərəfləri 3 dəfə 3, 9 və 4 dəfə 3, 12'dir. Düzbucağının xarici çəkimlik çevrənin radiusunu tapın. Düzbucağının xaricinə çəkimlik çevrənin radiusu onun diaqonalının yarısıdır. Yəni biz bunun diaqonalının yarısını tapmalıyıq. Əgər tərəflər 9 və 12'dirsə, diaqonalı Pifaqor teoremi ilə tapa bilərik ki, diaqonalın kvadratı 9'un kvadratı üstəgəl 12'nin kvadratı, yəni 81 üstəgəl 144, 225, diaqonal 15'dir. Radiusda diaqonalın yarısı olduğu üçün 15 bölünsün 2, yəni 7 onda 5 edəcəkdir. A və B ədədlərinin əbubu 3'dürsə, deməli bunların ən böyük ortaq böləni 3 olduğu üçün A-ya 3m deyirəm, B-yə də 3n deyirəm və nəzərə alırıq ki, m ilə n qarşılıqlı sadə ədəddir. Deməli A vur B, yəni 3m vurulsun 3n bərabərdir 90, 3mn bərabərdir 90'dırsa, mn bərabərdir 10'dur. Mn 10'dursa, burada ya bu 1 vur 10'dur ya da 2 vur 5'dir. Yəni 2 hal var. X'ini də baxaq. Deməli birinci halda tutaq ki 1 ilə 10'u nəzərdə alıram. Onda ədədlərdən biri 3 olacaq, o birisi də 30 olacaq. Bunların cəmi bu halda 33 eləyəcək. İkinci halda A bərabərdir 3 vurulsun 2 bərabərdir 6, B bərabərdir 3 vur 5 bərabər 15. Bu halda da cəmi 21 eləyəcək. Bizdən də kiçik qiyməti istədiyi üçün cavab olacaq 21.